Bakının Qaradağ rayonunda 1985-ci il təvəllüdlü Nahid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Orxana xəsarət yetirib. Hadisə 12 avqust 2023-cü ildə baş verib. Şuşa şəhər sakini Nahid həmin gün saat 03:09-da tanışı Orxan ilə aralarında yaranmış mübahisə zamanı ona səsli mesaj göndərərək nalayiq ifadələrlə görüşə çağırmasından ibarət cüzi səbəbi bəhanə edib. Nahid, Orxanı cəzalandırmaq məqsədi ilə idarə etdiyi Toyota Prius markalı avtomobillə Lökbatan qəsəbəsi ərazisində yerləşən Qobu Park yaşayış kompleksində binanın yaxınlığına gəlib. O, Orxan ilə rastlaşdıqda avtomobili onun üzərinə sürüb, avtomobillə Orxanı vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Hadisəni törədən Nahidin barəsində Cinayət Məcəlləsinin 126.2.3 xüsusi amansızlıqla o cümlədən zərər çəkmiş şəxsə ağır istirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Nahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, Orxanı hadisədən 5-6 ay əvvəl tanıyıb. Hadisəyə səbəb Orxanın mənə qarşı nalayiq ifadələr işlətməsi olub. Orxanı maşınla qəsdən vurmamışam. Orxan özünü avtomobilimin altına atıb. Hadisə gecə saat 03:00-da baş verib. Mənim Orxan ilə ədavətim olmayıb. Orxan xəstəxanada olanda mənə təhdid mesajı yazıb. 100 manatla bağlı deyilənlər sonradan bilmişəm. Mənim avtomobili irəli sürmək imkanım olmayıb. Avtomobilin Orxanın ayağının üstündən keçdiyini bilməmişəm. Orxan üzərimə əlində bıçaqla gəldiyinə görə məcbur olub avtomobili hərəkət etdirmişəm deyə o ifadəsində göstərib. İş üzrə zərər çəkmiş qismində ifadə verən Orxanın sözlərinə görə rəsmi olaraq heç bir yerdə işləmir, ara bir hallarda ayıq sürücü, bəzi hallarda isə icarə əsasında avtomobili götürərək taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən Nahidi tanıyıram, onunla heç bir narazılıq və ədavətim olmayıb. 11 avqust 2023-cü ildə gecə saat 22 radələrində Nahidin mobil telefonuna mesaj yazaraq keyf hal tutdum. Daha sonra Nahidin mənə olan 100 manat borcunu ödəməsini dedim. Nahid isə telefonda mənə çox acınıqlı cavablar verdi deyə zərər çəkmiş şəxs ifadəsində göstərib. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nahid 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma maddəsinə tövsif edilməsini, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasının nəzərə alınaraq barəsində təyin ediləcək cəzanın şərti hesab edilməsini xahiş edib. Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb, apellyasiya şikayətinin dəlillərini araşdıran hakimlər heyəti sonunda qərar elan edib. Qərara görə apellyasiya şikayəti qismən təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif olunub, onun cəzası 3 ilə endirilib.